dağa xalq arasında Manuragar deyilir. Onun ətrafındakı zirvələrdə, dağlarda bir mahnı ahəngi, bir rəqs ritmi var. Bu ritmlərin ətrafda ilahi bir harmoniya ilə düzülmüş dağ zirvələri ilə uyğunluğu göz qabağındadır. Bu ritmlərlə ifa olunan rəqsin də ruhu, qüvvəsi, qüdrəti bu yamaclardan gəlir. Aşıq keçmişin təcrübəsini, bugünün, dünənin izlərini, gələcəyin ruhunu arayır bu dağlarda. Gördükləri, eşitdikləri isə bir məktəbdir onun üçün. Duyduqlarını, bildiklərini xalqa çatdırmaq onun işi olduğundan eli, obanı qarış-qarış, addım-addım gəzir. O, çoxunun bilmədiklərini bilir. Aşıq onu da bilir ki, rəqslər özündə təbiətin ruhunu ifadə edir. İnsan isə yaşadığı təbiətin ruhunun daşıyıcısıdır. Həmin ruh bu yerlərdə yaşayan hər bir ləzginin qanında, canında gəzir. İnsanın daxili aləmi, mənəviyyatı beləcə formalaşır. Rəqs həm də həyat tərzinin, yaşamaq eşqinin, mübarizənin və qələbənin təcəssüm vasitəsidir. Bəşər övladı öz daxili aləmini rəqs hərəkətlərində nümayiş etdirməyə çalışır. Bəzi rəqslərdə ifaçılar öz hərəkətləri ilə sevinclərini ifa edir, bacarıqlarını nümayiş etdirirlər.
Qədim ləzgi inanclarına görə rəqs Ceh ilahəsinin insanlara örnəyidir. Rəqs zamanı kişilər öz hərəkətlərində bu ilahənin yerdəki köməkçisi olan atı və göydəki müşahidəçisi olan qartalı təcəssüm edir. Bu vaxt ləzgi qadınları onları dəstəkləyir. Öz ifa məharətlərini nümayiş etdirməklə rəqsi tamamlayırlar. Rəqs vaxtı oğlanlar və qızlar bir-birinə həm dəstək olur, həm də qızğın rəqs hərəkətləri zamanı digərlərinə qısa istirahət imkanı yaradırlar. Hər bir rəqsdə rəqqas öz məharətini ilk növbədə qadınlara nümayiş etdirir. Yarışma xarakterli rəqslər istisna olmaqla başqa hallarda kişilərin qadınsız rəqs etmələri məqbul sayılmır. Rəqsə çıxan kişi meydanda tək qalarsa, bu, həm ona məclisdəki qadınlar tərəfindən kifayət qədər hörmətin olmaması, həm də məclis təşkilatçılarının laqeydliyinin göstəricisi kimi qəbul edilir və hər iki tərəf üçün böyük ayıb sayılır. Qarşıdakı dağı ləzgilər təqvim dağı adlandırırlar. Bu dağ ləzgi təqviminin təcəssümüdür. Onun üzərindəki hər kəsik bir aya uyğun gəlir. Ay, şunu sağ oraya balar. Şu ipələr çox nemsirkirən. Ay sağ olun balaları. Heç əyləşdiyiniz bu zirvənin sirrini bilirsinizmi? Bu yerin böyük bir tarixi var. Lap qədim zamanlardan bəri, min illiklər öncə də burada bax beləcə, sizin kimi bir tərəfdə cavan oğlanlar, qarşıdakı zirvədə isə gənc qızlar oturardı. Gənclər Gül bayramı axşamı hər il burada oturaraq ocaq qalayır, zirvə başında gecənin gözünü açır, səhərin yar adlanan ilk işartılarını gözləyirdilər. Qızlar da ağbirçək nənələri ilə qarşıdakı dağın zirvəsində oturardılar. Oğlanların məclisini ahıl kişilər, digər məclisi isə ağbirçək qadınlar aparırdı. Onlar öz müdrik söhbətləri ilə səhərə kimi gəncləri əyləndirir, onlara dünyanın sirlərini açıqlayır, arzu və istəklərini istiqamətləndirirlər. Səhər isə onlar iki tərəfdən kəndə axışar, baş meydanda görüşüb təəssüratlarını bölüşərdilər. Beləliklə, oğlanlar və qızlar bir-birlərini tanıyar, ailə qurmaq üçün özlərinə həyat yoldaşı seçərdilər. Az sonra valideynlər razılaşar, yay mövsümünün son ayı olan yarının ilk günləri elliklə püşk atıb, bu ilki toyların növbələrini müəyyənləşdirərdilər. Qara qüvvələr bunu qəbul edə bilmədilər və gecə ikən yerin altından çıxaraq qızların yığışdığı zirvəyə hücuma keçdilər. Vəziyyəti belə görən ağbirçəklər özlərini qara qüvvələrin caynaqlarına ataraq mümkün qədər onların diqqətini qızlardan yayındırmağa çalışdılar. Oğlanlar bunu görüb köməyə atılanda isə onların yolunu həmin təpəni dövrəyə almış qara qüvvələr kəsdi. Vəziyyəti belə görən məclisə aparan Kasbuba dedi: "Oğlanlarım, qara qüvvələrə qalib gəlmək üçün gərək qəlbiniz alovlu olsun. Bunun üçün hərəniz bir köz götürüb udmağınız gərəkdir. Sonra qartal öz şikarının üstünə cuman kimi onların üstünə şığıyın. Qarşınızda heç nə duruş gətirə bilməz." Onlar belə də etdilər. Qəlbi alovlu gənclər meydana atılaraq qara qüvvələrin üzərindən atdana irəliləyib qızların yığışdığı təpiyə çatdılar. Onlar bir göz qırpımında çaşbaş olmuş düşmənlərinin başlarının üstlərindən atlanaraq meydanın ortasına tullandılar.
Qızlar bunu görüb aralandılar. Oğlanlara sərbəst hərəkət etmələri üçün meydanda yer verdilər. Bunu görüb qürurlanan gənclər isə meydanda şığıyaraq dövrə vura-vura atəşli bir rəqs ifa etdilər. Elə bu rəqs kifayət etdi ki, qara qüvvələr pərən-pərən olub qeybə çəkilsinlər. Beləliklə, onlar bu gecədən sonra bir də insanlarla açıq çəkişmələrə cürət etmədilər. Öz arzulatın, çoğal, öz gezen, öz. Beləcə rəqs yarandı. Bəs siz rəqs edə bilirsinizmi? İçi odlu dağlılar, qəlbi dağa bağlılar, qələbə eşqi ilə nə düşündü, nə andı. Təzə bir rəqs havası bir andaca yarandı. Onda qızlar, oğlanlar lənət dedi şeytana, bir-birinə qoşulub atıldılar meydana. Qorxunu qova-qova, qeybdən gələn o hava həvəsdən düşənləri həvəsə sala bildi. Həmin müthiş gecədən yadigar qala bildi. Günümüzə çatan rəvayətə görə insanların şər qüvvələrlə apardığı ölüm-dirim mübarizəsi nəticəsində əldə etdikləri qələbəyə həsr olunmuş bir neçə rəqs meydana gəldi və onlar toy məclislərinin simvoluna çevrildilər. Bu rəqslər ilk növbədə gənc oğlan və qızların öz ailə həyatı üçün seçim etmələrinə imkan yaradır. Rəqs onlara öz qəlbinə, ruhuna yaxın olan şəxsləri tanımaq, münasibətlərini ifadə etmək imkanı verir. Belə rəqslərdən biri də köz rəqsidir. Bu rəqs toyların ən gür yerində, elliklə istirahət, rəqs məclisi olan demlərdə xüsusi təmtəraqla ifa olunur. Məclisdə iştirak edən təcrübəli kişilərdən biri oğlanları seçir. Qadınlardan biri isə qızları. Rəqsi ifa etmək şərəfinə layiq görülmüş ifaçıların qollarına qırmızı bağ bağlayırlar ki, seçilsinlər. Oğlanların aparıcısının əlində rəqqas çubuğu, qızların aparıcısının əlində isə qırmızı yaylıq olur. Məhz onlar qalan iştirakçıları öz arxasınca aparırlar. Meydana birinci oğlanlar daxil olur. Onlar rəqs edə-edə 3 dövrə vuraraq dayanırlar. Sonra qızlar meydana girir. Onlar da 3 dövrə vurub, oğlanlarla üzbəüz yarım dövrədə dayanırlar. Birinci aparıcılar meydana girir və sonra hamılıqla uzun sürməyən qarışıq rəqs başlanır. Qısa ifadan sonra hər kəs öz cərgəsinə qayıdır. Öz sırasında ixtiyari yerdə dayanır. Bundan sonra cüt rəqslər başlanır. İfaya çıxan oğlan da, qız da birinci dövrədən sonra rəqsin seçim atributunu istədiyi iştirakçıya verərək rəqslərini davam etdirirlər. Bütün cütlər rəqslərini başa vurandan sonra qızlar meydanı birbaşa, oğlanlarsa dövrə vuraraq tərk edirlər. Bu rəqs gənclərin bacarıq və məharət yarışıdır. Buna bəzən qismət rəqsi də deyirlər. Çünki kimin kimlə oynayacağını qabaqcadan müəyyənləşdirmək mümkün deyil. Buna təsadüf də demək mümkün deyil. Lakin hər kəs inanır ki, bu taleyin göstəricisidir. Rəqsin ruhu, temperamenti o qədər oynaqdır ki, bir çox gənclərdə bu rəqsdən sonra şübhə yeri qalmır ki, onların taleyi kiminlə bağlıdır.
Digər rəqs isə bəyin rəqsi kimi din məclislərinin bəzəyidir. Özündə həm dostların alqışlanmasının, həm də qara qüvvələrin qorxudulmasının elementlərini birləşdirir. Bunu bəyi dövrəyə alıb məclisi haylayan gənclərin atəşindən başa düşmək çətin deyil. Belə rəqslər çoxdur. Hərəsinin öz adı, öz ritmi var. Bu rəqslər hazırda dünyada ləzgi həngi rəqsləri kimi tanınıb, şöhrət qazanıblar. Bu ad 30-a yaxın rəqsi əhatə edir. Onlar keçmişin əfsanələrini, həyatın enerjisini, bugünün reallığını özündə birləşdirərək gələcəyə yol açır, xoş soraq aparırlar. Bir sıra ləzgi xalq mahnıları da bu motivlər əsasında oxunur. Bu rəqslər müasir dövrdə təkcə ləzgilərin və digər Qafqaz xalqlarının toy məclislərini deyil, həm də dünyanın bir sıra tədbirlərini, konsert proqramlarını bəzəyir. Keçmədi həmin düzdən, aşmadı həmin dağı, dünyanın o başından gəldi səsi, sorağı. Göy çəməndə çiçəklərdən gül düzərəm yollarına, dünənimdən, sabahımdan il düzərəm yollarına. Perizada, Perizada, ürək yanır intizarda, el-obanın gözü səndə, qalıb dili, sözü səndə, məhəbbətim pərvazlanır, qanad açıb sənsiz bəndə. Perizada, sözüm mənim, görən iki gözüm mənim, sevgimizdən ocaq çatıb, qəlbisidən közüm mənim. Cadin taqat, tadin quvvat, çal xüz alaq, çalabun batalya. Xay çala çaz, tadis tağluq qilix quzva. Masa çalar çil bilir batal vicik vedat ayni. Didedin çal rahum batalya. Dünya qatun batalya. Rühün batalya.
çi çal, çi tul, çi kıymeti. Adan gafarı çi dünya, rühtih galay maniyerava. Harvan se bu barin rik erin ayava. Kuvvat tadi çadih galas kurla aradal koyzvaydiya. İnsan diz ömürdün agal onar gizvaydiya. Fayda kaçı dide çalakay. Ki kuvvat artık kuray. Çal bumuya, bala yar bun. Ya kadar bir, ya kadar. Ömür hala bakta var. Bu bari düz lahanı var. Çal xöyda, qal nixüda, bun xöyda, bun nixüda. Çi jurnalda çalan çexi ustadır neserar. Anga farin kuvat kalurday kırarava. Harsa tilit dixbiçin ökka. Adana çala kuvat guda, taqat guda, kudrat guda. Abur saqqek elun patalva, gühün patalya. Qoyzvay nesilar juvan çerigine tumu patalniya. Öktur juvan nesilirinlik erar. Подпиская. Зенга каядиз, гурай квализ. Квали телефондай. Удвишни яхцарны сад, канницы сад цепайд. Атана аку, гиликна качу. Редакция чирах. Квали телефондай. Удвишни канницы квайд, канниц үд, 0 ирид. Tabar kolin punya, ayalriz çehi burun gafluhunya. Çidayda hüda, hizan dalgida. Kelay kitap, rikin ökya, veri ömürde gerekya. Çıraq jurnalın redaksiyali, tek elday, bakadiz nesilriz taday kitabar teklifsi var. Çi telefonar,
Полин телефонда удвижно канницы поет канницу 0 ирит. Нар нумерирай удвижно канницу цüt 0 цüt. Zenga Çabay aga arnişede. Bilir oldu akun dünya katun patal para gerekiyor. Çe'de tarçına kız var. Ayal riz xeset kvale buz var. Xizan riz kiligun, gayçidas katun argun patal. Lezgi maniyar video diskar teklif zvaçına. Zenga, gana aga arniyda çına patol gaybro. Çi telefon, nar nümreray, pevişni yaxtsur, serit, putkanniцы.